Salam əziz uşaqlar. Nağıllarımıza davam eləyirik. Bu gün sizə Qar Kraliçası nağılını danışacağam. Biri var idi, biri yox idi. Uzaq şimal ölkələrindən birində bir qar kraliçası yaşayırdı. Bu ölkə başdan başa qarla, buzla örtülü idi. Burada hava həmişə çox soyuq olurdu, şaxtalı olurdu, çovğun olurdu burada. Və bu ölkədə bir şəhzadə var idi ki, buna da qar kraliçası deyirdilər. Hətta qar kraliçasının yaşadığı sarayda da hər şey buzla, qarla örtülmüşdü. Hətta onun oturduğu taxtı da buzdan düzəldilmişdi. Qar kraliçası özü də çox qaşqabaqlı, üzü gülməyən, heç nəyi sevməyən, heç nədən razı qalmayan bir adam idi. Və bu qar kraliçasının bir sevimli əyləncəsi var idi ki, bu da onun güzgüsü idi. Onun sehirli bir güzgüsü var idi. Güzgünün sehri ondan ibarət idi ki, bu güzgüdə hər şey tərsinə görünürdü. Yəni hər şey əyri, kobud, pis görünürdü. Və qar kraliçası bütün gününü bu güzgəyə baxmaqla keçirir, burada əylənirdi. Çünki gözəl şeylər, gözəl insanlar, gözəl təbiət, istilik ona yad idi. Heç nəyi sevmirdi, heç nəyi xoşlamadığına görə bu güzgüyə baxır, hər şeyi əyri, kobud görüb bundan sevinirdi. Bu onun çox xoşuna gəlirdi. Günlərin bir günündə qar kraliçası özünün buzdan düzəldilmiş xizəyinə minir və səyahətə çıxır. O hara çatırdısa, hara gedirdisə, hər yer şaxtaya dönürdü, buza dönürdü, hər yeri soyuq, çovğun bürüyürdü. Belə bir vaxtda qar kraliçası güzgüsünü çıxardır və özünə tamaşa eləmək istəyir. Bu zaman güzgü kraliçanın əlindən düşür və parça-parça olur. Lap xırda dənələrə çevrilib ətrafa, hər tərəfə yayılır. Qar kraliçası bundan çox qəzəblənir, çox peşman olur, çox hirslənir və xizəyi ilə öz sarayına qayıdır və qəzəbindən hər şeyi dağıdır, uçurdur, heç yerdə özünə yer tapa bilmir. Qar kraliçasını burada qardan, buzdan düzəldilmiş öz soyuq sarayında hiccəsi ilə, əsəbi ilə qoyub sizə kimdən danışım, kimdən xəbər verim? İki çox gözəl, çox mehriban uşaqdan. Uzaq şəhərlərin birində, kiçik bir məhəllədə iki ailə yaşayırdı. Bu ailələr bir-biri ilə çox mehriban idilər, çox mehriban. Bunların birinin Kay adında oğlu, o birinin isə Gerda adında qızı var idi. Valideynlər bir-biri ilə çox mehriban olduğu kimi, uşaqlar da bir-biri ilə çox mehriban idilər. Onlar demək olar ki, günün böyük bir hissəsini bir yerdə keçirdirdilər. Həyətdəki balaca bağçada oynayır, gülləri əkir, güllərə qulluq eləyirdilər. Onların günləri çox şən, çox maraqlı keçirdi. Gerdanın bir nənəsi də var idi. Nənəsi həm Gerdanı, həm Kayı çox istəyirdi. Uzun qış gecələrində nənə onlara maraqlı nağıllar danışırdı, məsləhətlər verirdi, nəyi eləmək olar, nəyi eləmək olmaz, başa salırdı. Nənə deyirdi ki, bəzi şeylər var ki, onları eləmək bizim insanlıq borcumuzdur, biz onları mütləq eləməliyik. Elə şeylər də var ki, onlar bizə yaraşmaz, biz onları eləyə bilmərik. Nənənin söhbətləri, onun pişirdiyi şirin qoğallar uşaqların çox xoşuna gəlirdi. Və hər gün olduğu kimi yenə də qızla oğlan həyətdəki balaca bağçada oynayırdılar.
Onlar elə oynadıkları yerdə birdən-birə bir çovğun qasırğa qalxdı. Külək aləmi bürüdü və belə bir zamanda Kay bir qışqırdı. Gözümə nəsə düşdü, gözümə nəsə düşdü. Gerda tez yaxınlaşıb onun gözünü nə qədər üfləsə də, gözünü nə qədər sığallasa da, nə qədər çalışsa da, Kay elə gözümə nəsə girdi, gözümə nəsə girdi deyib qışqırırdı. Gerda yenə çalışırdı ki, onun gözünə nə düşdüyən əşyanı çıxartsın, nə düşdü, nətər oldu düşdü. İstəyirdi ki, onun gözünü təmizləsin. Elə bu anda birdən-birə Kay Gerdanı kobudluqla itələdi. Sənin köməyin mənə lazım deyil, mən səni görmək istəmirəm deyib qızdan uzaqlaşdı. Gerda nə baş verdiyini başa düşmədi. Kayın zərbəsindən ağlamağa başladı. Kay isə gözdən itdi, Kay görünmədi. Gerdanın ağlamasını eşidən nənə tez aşağı düşüb nə baş verdiyini soruşdu. Gerda əhvalatı olduğu kimi danışdı və nənə, Gerda ikisi bir yerdə Kayı axtarmağa başladılar. Nə qədər çağırdılarsa, ətrafı nə qədər gəzdilərsə, Kayı tapa bilmədilər ki, bilmədilər. İndi görək Kay necə oldu? Kayın başına nə hadisələr gəldi? Kay gözünü ova-ova oradan uzaqlaşır və tamam dəyişir. Qabağına çıxan bütün çiçəklərin ləçəklərini qırıb yerə atır, kolların hamısını qırır, sındırır, uçan quşlara daş atır, yerdəki heyvanları ağacla vurur, qabağına çıxan hər şeyi uçurdur, dağıdır. Nə oldu birdən-birə Kaya, nə baş verdi? Elə bu zaman fırtına qopur və güclü qasırğa Kayı yerdən göyə qaldırır, uçurdur və bir qədərdən sonra Kay gözünü böyük, hər tərəfi buzla, qarla örtülmüş bir sarayda görür. Kay nə baş verdiyini başa düşə bilmir, harda olduğunu da anlaya bilmir. Bilmir ki, bura haradır, necə oldu gəldi bura çıxdı. Ancaq biz sizinlə uşaqlar nə baş verdiyini bildik. Kay hardaydı? Kay Qar Kraliçasının sarayındaydı. Bəli, düz buyurursunuz. Bəs Kayın başına gələn nə idi? Kayın gözünə nə düşmüşdü? Kayın gözünə düşən isə Qar Kraliçasının əlindən düşüb çilik-çilik olan, çox xırda, toz boyda qırıntılara dönüb ətrafa yayılan güzgüsünün bir parçası idi. O güzgünün bir parçası Kayın gözünə düşdükdən sonra Kayı tamamilə dəyişdirmişdi. Kay da Qar Kraliçası kimi kobud, acı, heç kəsi sevməyən, hamı ilə dalaşmağa hazır olan, soyuq bir adama çevrilmişdi, bir oğlana çevrilmişdi. Görək Gerda necə olur. Nənəsi Gerdanı sakitləşdirəndən sonra nə baş verdiyini ətraflı öyrənir və belə qərara gəlirlər ki, Gerda düşüb Kayı axtarsın. Gerda başlayır Kayı axtarmağa. Kayı axtarır, gəzə-gəzə bir də görür ki, artıq şəhərdən də uzaqlaşır. Böyük bir ağacın altında, çayın qırağında oturur və nə edəcəyini, hara gedəcəyini bilmir. Kay hardadır? Gerdanın bundan xəbəri yoxdur. Bu zaman Gerdanın başının üstündə göyərçinlər uçuşurlar və göyərçinlər biri o birisinə deyir ki, sən bilirsən bu qız kimdir? Bu Gerdadır. O öz dostu Kayı axtarır. O biri göyərçinsə deyir ki, biz ona mütləq kömək eləyərik və çayın sahilinə gələn qayığa Gerda oturur və başlayır çay aşağı üzməyə. Bir qədər gedəndən sonra qayıqdan düşür, meşə ilə gedir. Hətta burada o cadükar qadına da, quldur cavan qıza da rast gəlir. Hamısı Gerdaya kömək eləyirlər, hamısı Gerdaya Kayı tapmağa yardım eləyirlər. Çünki onlar bilirlər ki, Kayla Gerda bir-biri ilə çox sevirlər, onlar bir-biri ilə möhkəm dostdular. Ona görə də Kayı
Qar kraliçasının zülmündən qurtarmaq üçün, əsirliyindən qurtarmaq üçün hər kəs Gertaya kömək eləyir. Nəhayət, Gerta Qar kraliçasının sarayına gəlib çıxır. Saraya girən kimi çox üşüyür və ətrafı gəzir və bu zaman az qalmış tamam donmuş Kaya rast gəlir. Kayın əli, ayağı, gözləri, hətta kipriklərini də qrov basmışdı, qar basmışdı. Kay tamam donmaq üzrə idi. Gerta tez Kayı möhkəm-möhkəm qucaqlayır, onun gözlərini təmizləyir, əllərini ovur, üzünü ovur, gözlərini təmizləyir ki, gözünə düşmüş o balaca toz boyda hissəciyi onun gözündən çıxartsın. Əllərini, üzünü ovur və nəhayət yavaş-yavaş Kay özünə gəlməyə başlayır. Kayın buzu yavaş-yavaş əriyir. Gerta, Kay, sən məni görürsən, sən məni tanıdın, Kay, deyə qışqırır. Kay gözlərini açır və özünə gələndən sonra Gertanı tanıyır. Gertanı tanıyan kimi zəif səsi ilə buradan qaçmalıyıq, tez buradan qaçmalıyıq deyir. Qar kraliçası indi gələr, bizim ikimizi də buza döndərər, tez buradan qaçmalıyıq deyir və uşaqlar əl-ələ tutub qaçırlar. Qaçırlar, saraydan çıxıb çox sürətlə qaçmağa başlayırlar. Nəhayət, yenə həmin meşəyə girirlər. Gertaya kömək eləmiş cadükər qarı da, quldur cavan qız da, hətta göyərçinlər də yenə onların qarşısına çıxır, yenə onları tez Qar kraliçasından uzaqlaşmaq, tez evlərinə çatmaq üçün kömək eləyirlər. Uşaqlar qaça-qaça çayın kənarına gəlib çıxırlar və qayıq çayın kənarındadır. Onlar qayığa minib evlərinə yola düşürlər. İndi sizə kimdən deyim? Qar kraliçasından. Qar kraliçası saraya çatır, özünün xizəyindən düşür və görür ki, sarayın qapısı açıqdır. Nə qədər axtarır, nə qədər çığırırsa, Kayı tapa bilmir. Özünün sehirli güzgüsü də qırıldığına görə, sındığına görə o Kayın harda olduğunu görə bilmir. Nə qədər axtarır, nə qədər qışqırır, nə qədər bağırırsa, Kayı tapa bilmir. Kayla Gerta hardaydı, artıq onlar öz evlərinə çatmağa az qalmışdılar. Bütün xeyirxah qüvvələrin köməkliyi ilə Kayla Gerta sağ-salamat evlərinə, valideynlərinin yanına gəlirlər. Valideynlər uşaqların sağ-salamat qayıtdıqlarını görüb çox sevinirlər. Nənə gözəl bir süfrə açır, onlara şirin kökələr bişirir, isti çay verir uşaqlara. Uşaqlar özlərinə gəlirlər və başlarına gələn bütün əhvalatı danışırlar. Bundan sonra yenə də həmişə bir yerdə olurlar, öz gözəl bağçalarında çiçəklərə qulluq eləyirlər, quşlara qulluq eləyirlər və şən, mehriban yaşayırlar. Nağılımız burada bitir və göydən düşən bütün almaları nənə sizə bağışlayır. Uşaqlar, bəs nağılımızdan nə nəticə çıxır? Nağılımızdan o nəticə çıxır ki, soyuqluq, laqeydlik, biganəlik, kobudluq çox pis xüsusiyyətlərdir. Onlar insana yaraşan xüsusiyyətlər deyil. İnsanlar bir-biri ilə necə olmalıdırlar? Mehriban olmalıdırlar, bir-birinin qayğısına qalmalıdırlar, bir-birinə hər yerdə kömək eləməlidirlər. Nəinki insanlar bir-birinə, ümumiyyətlə həyata, hər şeyə yaxşı münasibət, xeyirxah münasibət bəsləmək lazımdır. Həqiqətən də elədir. Bax, uşaqlar, görürsünüz ki, Gertaya nələr kömək elədi? Hətta uçan göyərçinlər də kömək elədi. Hətta cadükər qarı da kömək elədi. Axan çay, sehirli qayıq da
digər həyat dostu qayı tapmaqda çox kömək elədilər. Ona görə də uşaqlar biz hamımız bizi əhatə edən hər şeyə qarşı diqqətli olmalıyıq, səliqəli olmalıyıq, insanları sevməliyik, gözəllikləri qorumalıyıq, çünki onlar bizə həmişə lazımdılar. Bugünkü nağılımız bu qədər. Gecəniz xeyrə qalsın balalar. Yuxunuz şirin olsun.